Hədislərdə var ki, İmam Zamanın zuhurunu yaxın hesab elə. Yəni bax, belə bir ruhiyyədə görüm kim var sizin aranızda. Ki, hər cümə deyəsən ki, yuxudan duranda deyəsən ki, yəqin ki, bu cümə gələr. Cəmaat deyir, bu nə avam yanaşmadır, oturmuşsan, özün üçün xəyal qurursan. Avam yanaşma deyil, adam xəbəri ciddiyə alsa, İmam Zamanı ciddiyə alsa başqa cür yanaşa bilməz. Onu analar bilir, oğlundan ayrı düşən analar bilir ki, o yol gözləmək nə deməkdir. Yol gözləyən belə gözləyər. Məsələ ciddidirsə belə gözləyər. Doğrudan da gözləyirsə, itkidirsə belə gözləyər. Heç nə eşitməzə kim nə deyir. Hər cümə eşidib bir dəfə ki, bu iş cümə günü baş verəcək və salam. Onun məsələsini ciddi sayırsa, həmin gün gözü yollardadır. Amma biz belə adamları avam adam sayırıq. Biz ziyalı adamlarıq, daha mühüm işlərlə məşğuluq.